Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bura Koroğlu Rəhimov küçəsidir. Bildiyiniz kimi bu küçədə hərəkətin təşkilində dəyişiklik olunub. Belə ki, əvvəllər bu küçə iki tərəfli yoldan ibarət idisə, indi burada bir tərəfli yol təşkil olunub. Yolun bir tərəfli olması nəqliyyat axınının rahat şəkildə hərəkətinə xidmət göstərməsinə baxmayaraq, bəzi çatışmayan məqamlara toxunmaq istərdim. Misal üçün, Fətəlixan Xoyski küçəsindən Koroğlu Rəhimov küçəsinə çıxdıqda yerdə 1.11 nişanlanma xətti çəkilib. Bu xəttin burada çəkilməsinin hansı məna daşıdığını anlaya bilmədim. İlk baxışdan adama elə gəlir ki, bu zolağa daxil olan kimi çıxmaq lazımdır. Çünki avtobus zolağındasan. Lakin burada avtobus zolağı yoxdur. Həmçinin qırıq-qırıq xətti keçən sürücünün düzünə getmək kimi bir seçimi də yoxdur. Beləliklə, 1.11 nişanlanma xətti nəyə xidmət edir? İkinci bir məsələ, 4 zolaqdan ibarət olan bir tərəfli yoldur. Lap gözəl. Bəs yaxşı, sürücü hansı zolağın hansı istiqamətə gedəcəyi barədə məlumatı niyə əvvəlcədən görə bilmir? Yaxşı olmazdımı ki, bura 5-8-1 zolaqlar üzrə hərəkət nişanı quraşdırılsın ki, sürücülər əvvəlcədən tutacağı zolaqlar barədə məlumatlı olsunlar. Yerdə zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanlanma xətləri bir müddət sonra solacaq və yox səviyyəsinə gələcək. Lakin 5-8-1 nişanı daima sürücüləri məlumatlandırmış olacaq. Bəs siz nə düşünürsünüz bu barədə?